Mayın 28-də Azərbaycan Muay Thai Federasiyasının prezidenti Türkiyənin Antalya şəhərində bıçaqlanan Araz Musayev hadisə ilə bağlı yeni görüntülər yayımlayıb. Federasiya rəhbəri sosial şəbəkə hesabında paylaşdığı videoda ona qarşı sui-qəsd cəhdini həyata keçirməkdə şübhəli bilinən şəxslərin hadisə yerindən qaçdıqlarını göstərən kadrların yer aldığını bildirib. Qeyd edək ki, söz gedən şəxslər artıq hüquq mühafizə orqanları tərəfindən saxlanılıblar. Salyanda zorla qız qaçırdıqlarına və həmin qızın atasına ağır xəsarətlər yetirdiklərinə görə ad və soyadlar şərt olmaqla Abdullah İbişov, Zabil Mehrəliyev və Rəvan Məmmədovun Cinayət Məcəlləsinin 144.2.3 adam oğurluğu bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə başladılan cinayət işinin məhkəməsi yekunlaşıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son prosesdə təqsirləndirilənlərə hökm oxunub. Hökmə əsasən Abdullah İbişov və Zabil Mehrəliyevin hər biri 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər. Rəvan Məmmədov isə 3 il sınaq müddəti olmaqla şərti cəza alıb. Qeyd edək ki, hadisə 2024-cü ilin iyununda Salyan rayonunun Pek kəndində baş verib. Kənd sakini Abdullah İbişov dostları Zabil və Rəvanla görüşərək onlardan sevdiyi qızın qaçırılmasına yardım etmələrini istəyib. O buna görə qızla yanaşı anasının da məlumatlı olduğunu dostlarına deyərək onların arxayın hərəkət etmələrini istəyib. Onlar planlaşdırdığı kimi Ləmanın yaşadığı ünvana gələrək qarşılarına çıxan ev sahibi Ələsgər İmanova özlərini elektrik şəbəkəsinin işçiləri kimi təqdim edərək əvvəlcə içməyə su istəyiblər. Ev sahibi gedib çağırılmamış qonaqlara su gətirib. Abdullah suyu içdikdən sonra stəkanı Ələsgərin başına vuraraq onun tutub saxlanılmasını Zabilə həvalə edib. Ev sahibini müqavimətsiz vəziyyətə gətirdikdən sonra Abdullah evə daxil olaraq zorla Ləmanı evdən çıxararaq avtomobilə əyləşib. Bundan sonra hər üçü hadisə yerindən uzaqlaşaraq Abdullahın yaşadığı evə gəlib qızı Abdullahın anasına təhvil veriblər. Daha sonra Abdullah qızın ailəsinin polisə şikayət etdiyini bildirib, Salyanı tərk edərək Bakıya qaçıb. Polisin keçirdiyi əməliyyat nəticəsində hadisədə iştirak etmiş hər üç şəxs saxlanılaraq istintaqa cəlb edilib.